Çox qəribə hallardan biri də budur ki, misal üçün mənim özümün ten sahəsində 2 dənə səhifəm var. Mən onlar video yerləşdirəndə axşam deyim ki, 9-dan 10-dan sonra eləyirəm. Özüm eləyirəm onu. Hə, tez orada açar sözlər falan yazıram. Bir səhifədə baxıram ki, çox yaxşı baxış gəlir. Çox yaxşı dediyim baxış real 2000-3000 baxışdan söhbət gedir. Digərində isə az baxış gəlir. Və bu ancaq Instagram üçündür. Amma YouTube-da baxıram ki, bir video, например, bir video 5000, 10000 izləməsi var. Digərində 8 izləməsi var. Halbuki eyni videodur. YouTube Shorts-da, hə? YouTube Shorts-da. Tamam. Biri təzə kanaldır, biri köhnə kanaldır. İndi bu arqumentlər də var, bilmirəm nə qədər təsirlidir yoxsa yox. Mən yenə də hər ikisində həmişə eləyirəm. 7 sosial platformada, hər iki səhifədə axşam bunların hamısını çalışana qədər paylaşıram ki, eyni vaxtda da getsinlər. Mənə maraqlıdır ki, nə üçün bir YouTube-da bu yığır 5000, digərində isə 5-6 baxış yığır. Yəni, məsələ nədir? Content burada da vermişəm, orada da vermişəm. Nə üçün birində belə, birində belə? Yəni ki, trend mahnılar edirsiniz də, danışıq yoxdur. Əslində çalışana qədər tam danışıq qoyuram. Fon musiqi çalışana qədər ümumiyyətlə qoymuram. Qoysam belə 2-də qoyuram və sözsüz musiqi qoymağa daha çox üstünlük verirəm ki, mənim səsim daha çox getsin. Musiqi isə fonda olsun. Hə, az gəlsin. YouTube-dadırsa, YouTube-da həmçinin trend musiqilərdən, Instagramda da həmçinin trend musiqi qoyuram. Amma misal üçün Telegramda musiqisiz yerləşdirirəm. Ondan sonra deməli TikTokdur. TikTokda da yenə mütləq şəkildə trend musiqi, amma mütləq onun kodu 1 olur. TikTokda zaten çoxdur səs. Çoxdur, bəli. Orada 1 qoyuram ki, beləçinə getsin. Burada ilkin mərhələ odur ki, biz doğru sosial şəbəkəni seçməliyik. Siz deyirsiniz YouTube Shorts-da, siz daha çox ora fokuslanmalısınız. Orada paylaşımlara diqqət etməlisiniz. Amma burada vaxtla bağlı böyük bir məsələ var. Çünki mən məsələn videolarımı səhər 6-da paylaşıram və insanlar artıq bunu vurmaz ədvəri kimi əzbərləyib ki, bəsdirində biz səhər onu birinci sizin videonu görürük, bezmiş, amma halbuki izləyirlər. Çünki insan səhər yuxudan duranda ağ vərəq olur və biz ona faydalı, əgər biz danışırıqsa, mən deyirəm ki, insan psixologiyası o insanlara səhər ötürən məlumatları, nahar fasiləsinə qədər belə deyək. Niyə? Çünki biz əgər faydalı məlumat bölüşürüksə, tamam, səhər edirik. Amma yox, hər hansı bir komediya, hər hansı bir mahnı ilə varsa, heç bir məlumat ötürmürüksə, onu çalışırıq ki, axşam paylaşa bilən problem yox. Çünki axşam artıq insanlar bir növ dincəlirlər. Məsələn, Azərbaycan necədir? 12-dən sonra hər kəs nahar edir və artıq hamı yatmaq istəyir, dincəlin. Bir dənə saat 5 olsun gedim evə və bu insana biz necə faydalı məlumat ötürə bilərik? Onu fokuslanıb ki, mən gedirəm evə, yemək yedim, istirahətliyim, bir YouTube-a baxım, televizorda bir seriala baxım, yatım. O insana biz faydalı məlumat ötürə bilmərik. Amma məsələn, səhər paylaşın, görürəm yavaş-yavaş başlanır izlənməyə. Çünki səhər 6-da duran var, 7-də, 8-də, 9-da yavaş-yavaş insanlar müəyyən saatlarda izləməyə başlayır və axşama qədər müəyyən bir izləmə gəlib çıxır. Yəni mən paylaşan kimi wow bir effekt gözləməməliyəm də. Mən paylaşdım, artıq 1000 izlənsin, 5000, amma bu ola bilər. Yenə də mövzudan, kontentdən asılıdır. Amma çox insan bunu edir ki, 9-da paylaşıram axşam. Bu yanlışdır əslində. Yəni biz əgər faydalı məlumat ötürürüksə, yəni bizdə bir blog səhifəsi, biz çalışmalıyıq səhər saatdan, səhər 11-12-yə qədər, nahar fasiləsinə qədər paylaşaq ki, insanlar hələ yorulmayıblar, yemək yeməyiblər, beyinləri ağ vərəkdir, biz məlumat ötürə bilərik. Çox insan bunu ki, kəşf etdiyim vaxtı var, əslində kəşf etdiyim vaxtı yoxdur. Sadəcə bunu hype xatirinə, özlərini izləyici qazanmaq üçün edirlər. Amma müəyyən bir müddətdən sonra həmən insanlar oyanır ki, ayda mən nə oldu? Elə hər gün axşam 9-da paylaşmış, videom izlənmir və həmən insan depressiyaya düşür. Ona görə mən deyirəm ki, hər kəs səhər etmək yaxşıdır. Biri 8-də edə bilər, biri 9-un yarısı edə bilər, amma əgər bloqdursa və faydalı məlumatsa səhər izlənməlidir. Bu əsas məsələ. Çünki burada da yəni insan psixologiyasıdır. İnsanlar bu demək olar ki, bütün ölkələrdə belədir. Yəni saat fərqlərimiz var, amma orada da elədir. Səhər aslında hamı səhər nəsə oxumağa çalışır, nəsə öyrənmək. Yəni axşam yorğun kimisə oxumağın kitab oxuya bilər, amma çox azdır. Yəni istisna ola bilər. Bu 100%-lik statistika deyil ki, axşam heç kim faydalı məlumat baxmır. Məsələn, mən baxıramsa, mənim kimi 5 nəfər də baxan var, amma daha çox insan axşam yorğundur və o nə qəşəng komediya çəkiblər. Nəsə bayağı video çəkiblər. Komedik nəsə. Daha çox rahatlıq istəyirlər də. Yəni artıq ona məlumat gün ərzində beyin o gün məlumat atmalıdır. çox alıb deyənə. Əslində mən başa düşdüm sizi. Biz
Çoxlarımız yəqin ki, bu səhv eləyirik biz. Bəli, bəli. Bəs nə üçün yaxşı? Deyim ki, mən yenə də eyni kontent, eyni videodur da. Mən birində də paylaşmışam, digərində də. Nə üçün birində 5000 yığır, birində isə 5 baxış, 6 baxış yığır. Burada nədir? Səhifənin təzə olmasıdır, köhnə olmasıdır. Problem nədən ola bilər? Burada alqoritmlər hər sosial şəbəkədə fərqlidir. Məsələn, Instagramda bir səhifəni artırmaq, yəni izləyicini qaldırmaq, belə deyək, auditoriyanı artırmaq çox çətindir. Çünki birinci biz videonu paylaşanda bizim izləyici izləyir. 5 nəfərdir, 10 nəfərdir, birinci onlar izləyir. Onlar əgər bizim video 30 saniyə, yəni də alqoritm rəqəmlərdir. 30 saniyə sonra kimi izlənir, deyir ki, deməli Ələmdar izlədi 30 saniyə. O qeyd elədi. 1, 2. Gördü ki, 5 nəfərdən 5 izləsə deyir, aha, yeni izləyiciyə göstərək. Çünki bu yeni səhifədir və biraz da Instagram kömək etmiş olur. Amma 1000 nəfər olanda gərək 1000 nəfər aktiv şəkildə videonu baxsın. O 1000 nəfərdən 50 nəfər baxanda deyir ki, demək izləyicilər passivləşir və yaxud səhifə passiv bir səhifədir. Ona görə biraz Instagramda səhifə izləyicisini artırmaq çətindir. Və davamlı bir şey olmalıdır, bloq olmalı ki, insanlar izləsin. Amma TikTokda belə deyil. Ona görə Azərbaycanda influencer, bloger olmaq istəyən şəxslər birinci TikTok səhifəsinə fokuslanır. Çünki orada sizin video viral olur. Niyə? Çünki izləyiciniz olmasa belə birinci sizi tanıyan adamlara göstərir. TikTokun alqoritmi fərqli işdir. Ona görə orada 50 min, 100 min izləyici yığırlar və sonra başlar həmin auditoriya Instagrama gətirməyə. Çünki biz indi gündəm elədik ki, hər kəsin bütün sosial şəbəkələrdə hesabları var. Və həmin şəxslər gəlin Instagramdan bir hədiyyə verəcəm sizə, orada falan şey paylaşmışam, oradan kupon paylaşmışam hansısa yerdən. Daşıyırlar orada və sonra görür ki, Instagramda 50 min izləyicisi oldu. Ona görə hər sosial şəbəkənin öz auditoriyası var. Biz həmişə strateji olaraq soruşuruq. Sizin sosial şəbəkələr hansıdır, mövzu nədir? Tutalım bir psixoloqdursa biz deyirik ki, YouTube-a vaxt yoxdur, uzun-uzadı danışmaq, montaj və həmin şəxsdə bir qorxu yaranır ki, YouTube uzun videolardır, mən onu istəmirəm. Hər şəxs doğru sosial şəbəkəni seçməlidir ki, yəni mənim kontentim hara uyğundur. Məsələn, bu psixoloq ola bilər, dietoloq, fitness müəllimi. Biz həmişə soruşuruq, hansı sosial şəbəkə? Instagram, TikTok indi Azərbaycan bazarında daha çox gündəmdədir. Amma bəzən biz YouTube tövsiyə edirik ki, yəni zaten sizin belə deyək, sahə uyğundur ki, siz danışa bilərsiniz. Çünki uzun mövzular var. Yəni tutalım ki, mən sağlam bədən üçün nələr etməliyəm? Birinci qidadan başlayıram, həkimin qəbulunda olmalıyam, yoxlanışlardan keçməliyəm. Uzun bir prosesdirsə, bunu uzun danışmaq lazımdır. Yoxsa hype xatirinə 30 saniyəlik reelsdə biz deyənmərik ki, bir dənə get bu qidadan ye, sən olasan turp kimi sapsağlam, nə bilim bədən formun əmələ gələcək. Bu olmayacaq. Ona görə biz tövsiyə edirik ki, sizin auditoriya YouTube-dur, daha çox ora fokuslan. Ona görə hər sahədə fərqlidir. Yəni hər kəs müəyyən bir müddət özünə vaxt verir, paylaşır, görür ki, deməli mənim səhifəm, auditoriyam YouTube-dadır və yaxud bir deyir ki, yox, məndə Instagram-dadır, bir deyir məndə TikTok-dadır. Məsələn podkastlar görürsüz YouTube-da daha uğurludur. Amma reelsdə hər hansı bir dənə orada söz olanda 30 saniyəlik o viral olur. Amma o birislər görürsünüz izlənmir. Çünki auditoriya o deyil də. Onlar onu gözləyir ki, 3 saniyədə bizə nə hook verirsiniz, qarmaq ki, tez mən onu götürürüm. Aha, call to action bitdi. Qısa elə bir ki, şey kimi deyirəm həmişə, bu məzələr kimi də, yəni dadmaq kimi. Amma YouTube elə bir ki, bir kababdır. Oturub onu uzun uzadı biz yeməliyik belə. Razıyam.